Başlayağın. Demək. Zeynəb müəllimə. Cənubi Azərbaycanda 41-46 inqilabı 3 mərhələyə bölünür. Onun ikinci mərhələsinə bax başladı. 45-in yayından 45-in 12 dekabrına qədər. Aha. 45-in yayından 12 dekabrına kimi. Üçüncü mərhələ isə hökumətin mövcud olduğu dövrdür, düzdür? 45-in dekabrı, 46-ın dekabrı. İndi ikinci mərhələsinə deyirik ki, aiddir nə? ADP-nin yaradılması dediyi aiddir. Sonra Azərbaycan dilində qəzetin nəşr edilməsi aiddirmi? Azərbaycan dilində qəzet. Azərbaycan qəzeti də nəşr edilmədimi ADP-də? Bəli, 45-də. Aha. Sonra ADP-nin iş qurultayı nə vaxt keçirildi? 45-ci ilin iş qurultayı oktyabrında. Oktyabrında keçirilmişdi. Bəs müsabatın da iş qurultayı oktyabrda keçirilmişdimi? Neçənci ilin oktyabrında keçirilmişdi? 17-ci ilin oktyabrında. Aha. Bəs yaxşı, bu Azərbaycan Xalq Konqresinə vaxt çağırıldı? O da noyabr ayında çağırılır. Müəssisələr Məclisi deyir ki, Milli Məclis çağırılsın və Milli Hökumət yaradılsın. Aha, noyabrda çağırılır. Dekabrda isə artıq Milli Hökumət işinə başlayacaq. Bu müəssisələr Məclisinin Xalq Konqresinin çağırılmasıdır, Milli Məclisə seçkilərin keçirilməsidir, ADP-nin yaradılmasıdır, ADP-nin birinci qurultayıdır, Azərbaycan dilində qəzetin nəşr edilməsidir. Bunlar Milli Hökumətə düşmür. Bəli, ikinci mərhələdir. Bunlar ikinci mərhələyə aid olan hadisələrdir. Birinci mərhələ isə dedik 41-dən 45-ci ilin yayına kimidir, düzdür? Birinci mərhələdə dedik ki, hələ çıxışlar körtəbii şəkildə idi. Daha sonra mütəşəkkil xarakter almağa başlayacaq, düzdürmü? Bəli. Bu birinci hələ Rıza Şah deyir, nə vaxt gəlmişdi hakimiyyətə İranda, Cənubi Azərbaycanda? Rıza Şah 25-dən 41-ə qədər hakimiyyətdə olur. Sonra da oğlu gəlir. Elə Pəhləvilərdə elə ancaq 2 dənə olub hakimiyyətdə şah. Aha, Rıza Şahı kimlər devirdi? Hansı qüvvələr 1941-də İrana qoşun yeridib Rıza Şahı devirdilər? Deməli, ingilis və ruslar gəlir. Şimalına ruslar qoşun yeridir. Cənuba ingilislər. 1941-də, düzdür? Rıza Şahı uzaqlaşdırırlar hakimiyyətdən. Onun hərbi polis rejimi süqut edir. Yerinə isə deyirik hakimiyyətə gəlir oğlu. Artıq o hakimiyyətə gedəndən sonra, Rıza Şah gedəndən sonra, artıq 41-dən sonra görür ki, Cənubi Azərbaycanda demokratikləşmə tədbiri, artıq çıxışlar başlayacaqdır. Muxtariyyət istəyirdi, düzdürmü bunlarda, bu ADP? Bəli, bunlar da muxtariyyət istəyirdi. Bəs bu 1905-də yox idi, amma 17-də də var, burada da var muxtariyyət. Bəli. Bu ADP 1900 Xiyabaninin də dövründə yaranmışdı. Xiyabani nə vaxt yaratmışdı ADP-ni? 1917-ci ilin sentyabr olmalıdır. Bəli, avqustunda da o yaratmışdı ADP-ni. Ümumiyyətlə Xiyabani ilə bu Şəvərin oxşar cəhətidir. Muxtariyyət istəyirdi. Azərbaycan Demokratik Partiyasını neynəmişdi? Yaratmışdı. Hər ikisi sonra Milli Hökumətə də neynəmişdi? Başçılıq etmişdi. Məsələn, orada da belə bir məsələ var. Milli Hökumət məsələsi, bir Milli Hökumətin dövrünə düşən hadisələr, bir də Milli Hökumətdən öncəki hadisələr Xiyabanidə. Deyirdi, məsələn, Təbrizdə üsyanın başlaması nə vaxt idi? 1917-20 inqilabında neçənci ilə əhatə eləyirdi? Milli Hökumətə düşürdü Təbriz üsyanı. Silahlı üsyanı deyirsiniz müəllim. 1920-ci ilin apreli olmalıdır, amma iyununda Milli Hökumət yaradılır. Aha, o Milli Hökumətə düşmürdü. Sonra onun rəsmi qəzeti var idi ADP-nin. O hansı qəzeti idi? Hədəqdət qəzeti idi, fars dilində nəşr olunurdu. Amma burada Azərbaycan dilindədir, Azərbaycan qəzeti. Aha. Burada indi gələk Milli Hökumətin fəaliyyətinə aid olan hadisələrə. Milli Hökumətin fəaliyyətinə hansı hadisələr aid idi? 41-46 Milli Hökumət, 45-46 hökumətində. Milli Hökumət dedi, əncümənlər yaratmışdımı? Deyir elə bunun birinci işi əncümənlərin yaradılması idi. Aha. Bu da 1905-dən oxşardır. Bəli, 1905-dən oxşardır. Tədbirlər demək 46 yanvarında birinci dil haqqında qanundur. Azərbaycan dili rəsmi dövlət dili olur. Nə bilim, dərsliklər, qəzet jurnalların nəşr olunması. Sonra aqrar qanun var fevralda, növbəti ayda ki, torpaqsız kəndlərə torpaq verilir. Əmək haqqında qanun may ayındadır. Orada da nəsə bir şey var idi. Fəhlələrin işi nəsə yüngülləşdirilirdi, belə bir şey olmalıdır. Bir də iyunda da Təbriz Universiteti deyə bilərik.
Aha, bəli. Milli hökumətin gördüyü tədbirlər dil haqqında qanun, Azərbaycan dili rəsmi dövlət dili statusunu alırdı. Sonra aqrar haqqında qanuna görə dedik ki, torpaqlar kəndlər arasında bölüşdürülürdü. Əmək haqqında qanun sonra 46 mayında idi. O deyir ki, artıq Həmkarlar İttifaqının fəaliyyətinə nəzarət artırılırdı. 46 iyunda da Təbrizdə universitet fəaliyyətə başlayırdı. Bəs Təbrizdə qız məktəbi nə vaxt fəaliyyətə başlayırdı? O da 1920-ci il olmalıdır. O milli 1920-də hökumətin o birisi milli tədbirinə hökumətdir. Xiyabanidə qız məktəbidir Təbrizdə, burada isə universitetdir. Bunu necə yatıracaq Şah hökuməti? Kimlərlə birinci bu məsələyə, İran məsələsinə harda baxılmasına nail olacaq? Birinci BMT-də bu məsələyə baxırlar. Ondan sonra ABŞ, İngiltərə nəsə onlarda dəstək alır. Aha. Sonra SSR-ilə müqavilə bağlayır ki, bəs şimaldan nəsə neft hasilatına bağlayan razılıq əldə olunur SSR-ilə. Ondan sonra artıq bəli, SSR öz yəni qoşunlarını qanun çəkir o Cənubi Azərbaycandan, düzdürmü? Çəkir oradan bəli. və sonra bu Şah qoşunları yürüş eləyir 46-nın dekabrında artıq hara? Hökumət üzərinə. Dekabrında Təbrizdə yürüş eləyir. Hətta orada Pişəvərini də güya qaçırırlar, amma 47-ci ildə o mənalı şəkildə ölür. Demək bu hərəkatın yatırılmasında SSR qoşunlarının da İran hökumətinə neynədi? Köməyi dəydi. Oldu. Bir də biz deyirdik ki, 1905-1911-ci ildə isə Rus qoşunlarının iştirakı ilə yatırılmışdı. Nədir bu məşrut hərəkatı? Həmçinin ingilislər də kömək eləmişdi Şah hökumətinə 1905-1911-də. 1920-də isə Xiyabani yatırarkən, orada isə ingilislərin birbaşa köməyi var idi Xiyabaninin yatırılmasında. Burada isə SSR-in deyirik. Bəli. Elnarə müəllimə. Hər üçündə yöneticilərin rolu var. Bəli, hər üçündə xarici dövlətlərin yatırılmasında rolu olmuşdu. Şəvəri ilə Xiyabaninin tədbirlərinə baxsaq, deyirik, hər ikisi ADP yaratdı, partiya yaratdı. Hər ikisi muxtariyyət tələblərini irəli sürdü. Hər ikisi aqrar sahədə, sosial sahədə, maarif sahəsində tədbirlər həyata keçirdi. Düzdürmü? Əncümənlər isə dedik ki, yalnız 1905-11 və 1941-46-dadır. 41-45-də. 1917-də əncümənlər yox idi. Bu 1954-də 2 dənə demək Azərbaycanda müəssisə fəaliyyətə başlayır. Hansılar idi? 54-cü ildə bir daşya səmimi saflaşdırma kombinatıdır, bir də su elektrik stansiyası Mingəçevirdə. Aha. Bəs filiz saflaşdırma kombinatı deyirik 1954-də. Bəs 83 var idi. 83-də isə o nə idi? Qalakənd mis saflaşdırma zavodu idi. Düzdür o da. Ona bax ləğv edilmişdi. Qalakənd mis saflaşdırma zavodu 1906-cı ildə Moskvada deyir, eyni belə deyək də mis saflaşdırma zavodu fəaliyyətə başladı deyə Azərbaycandakı həmin o zavod fəaliyyətini dayandırdı. Aha, İkinci Dünya müharibəsindən sonra neftin hasilatı yuxarı qalxdı yoxsa aşağı düşdü? Yox, aşağı düşmüşdü. Aşağı düşmüşdü. Buruq üsulü ilə deyirik, neft ilk dəfə nə vaxt qazıldı? Çıxarıldı? Buruq üsulü 1848-ci il olmalıdır ilk dəfə dünyada, sonra ABŞ. Aha. Bəs açıq dənizdə neft ilk dəfə nə vaxt çıxarılmağa başladı? İlk dəfə dünyada o da 1848-ci ildə eskadralar qurulub, 49-cu ildə neft çıxarılır. Aha. Bu talon sistemi demişdi 29-da tətbiq edildi işte 1929-da. Bəs bu nə vaxt ləğv edildi SSR-də? 47-ci ildə. 47-ci ildə müharibədən sonra. Bir də SSR-də hansı katibin dövründə yenidən bərpa edilirdi? Talon sistemi 80-ci illərdə. Qarbaçovun Qarbaçovun dövründə təzədən bərpa edilirdi. Aha. Bəs bu talon sistemin əhatəsini İngiltərədə hansı hökumət genişləndirmişdi və onu da seçkilərdə məğlubiyyətinə gətirib çıxartmışdı? Etli hökuməti olmalıdır, səhv eləmirəmsə. Etli 45-51-ci ildə Etli hökuməti idi. Dedik, kolxozlara pasport verilməyə başladı nə vaxt? Verilir 32-də, sadəcə olaraq kəndlilərə verilmir. 50-ci illərdən isə artıq kəndlilərə də verilirdi. Bu da bir Bakıda belə deyək də Azərbaycan əhalinin sayının artmasına gətirib çıxarır. Aha, doğrudur. 32-də pasportlaşmaya keçildi, amma kəndlilərə 1959-da verilirdi. 1959-da İmam Mustafayevin dövründə tədbir var.
demək mədəni sahədə deyir. Rus məktəblərində məcburi sürətdə hansı dil keçirilməlidir? Azərbaycan dilinin keçirilməsi, həm də orada 8 illik təhsil var. 59-cu ildə 8 illikdir, 66-cı ildə 10 illik təhsilə keçirilməsi dövrü. Aha, o xırda kolxozların sayına vaxt azaldılır və nəyin nəticəsində? Kolxozların sayı. Bəli. Deyir 1950-ci ildə bu xırda kolxozları daha böyük kolxozlarda birləşdirilir və bunun nəticəsində o kolxozların sayı nə edir? Azalır. Azalır. Bu ermənilər deyə bilərik 1940-cı illərdə də, 50-ci illərdə də, 60-cı illərdə də Qarabağa iddialar irəli sürmüşdülər. Bəli. Bəli, elə 50, 60, elə 90-cı illərə qədər, elə günə bu günə qədər də. Yəni belə deyək də Mirzəfər Bağırovun da dövründə var, İmamın da dövründə də, Vəli Axundovun da dövründə var. Bu oxşar idi onlar üçün. Bu demək 1946-da deməli SSR Ali Soveti qərar qəbul edir ki, xaricdə yaşayan ermənilər gəlməlidir, köçməlidir Ermənistan SSR ərazisinə. Ermənistan bunu qəbul edən SSR-in Ali Sovetidir. Düzdürmü? 47-də isə yenə də SSR-in Nazirlər Soveti qərar qəbul edir ki, Ermənistan SSR-də yaşayan azərbaycanlılar hara köçürülməlidir? Əsasən Kür-Araz ovalığına köçürülməli idi. Aha, Azərbaycan SSR ərazisinə köçürülməlidir. 48-də isə bu qərarlar nə etməyə başlayır? İcra edilməyə başlayır və azərbaycanlıların Ermənistan ərazisinə birinci deportasiyası başlayır 48-də. Neçənci ilə kimi davam edir? 53-ə qədər. 53-ə qədər davam eləyəcək. Dedik bu qərarları Ermənistan SSR vermir. Pramoy Mərkəz SSR verir. SSR-in özü verir. 46-da qərar verir ki, Ermənistan xaricdə yaşayan ermənilər köçürülməlidir Ermənistan SSR ərazisinə. 47-də isə deyir ki, Ermənistan SSR-də yaşayan azərbaycanlılar oradan çıxarılmalıdır. Onların yerinə həmin o ermənilər gəlib nə etməlidir? Məskunlaşdırılmalıdır. 48-də də bu proses başlayırdı. Bu 2-ci Dünya müharibəsindən sonra yeni yaranan sənaye şəhərləri hansılar idi? Yeni Mingəçevir, Əlibayramlı, Daşkəsən. Başqa da var idi, yadımdan çıxdı. Bir də Sumqayıt elə. Sumqayıt, bəli. Aha. Bu Azərbaycan Kommunist Partiyasının 20-ci qurultayına vaxt keçirilirdi. SSR-in özündə 20-ci qurultayına vaxt keçirildi Sovet İttifaqında. 20-ci qurultayı səhv eləmirəmsə Sovetlərdə, səhv eləmirəmsə 21-dədir, səhv eləmirəmsə. Amma Azərbaycanda İmam Mustafayevin hakimiyyətə gəlməsi ilə 20-ci qurultayda İmam Mustafayev hakimiyyətə gəlir. Siz dediyiniz həm Azərbaycan SSR-də birinci qurultayda 21-də keçirilir, konstitusiya qəbul edilir, 22-də də SSR-in özündə keçirilirdi. Bu 20-ci qurultay isə biz deyirik ki, Azərbaycan SSR-də, Azərbaycan Kommunist Partiyasında 1954-dür, keçirilir elə İmam Mustafayev gətirilir birinci katib vəzifəsinə. SSR-də isə 1956-da idi. Bundan 2 il sonra. Orada da Stalinin şəxsiyyətinə pərəstiş tənqid edilirdi. İmam Mustafayevin dövrünə gələk. Dedik ki, bunun dövründə artıq məhkəmə 54-59-cu illəri əhatə edir. 5 il bunun dövrüdür. 5 də sonra 10 ildə bundan sonra gələnin Vəlinin dövrüdür. Demək, bunun dövründə məhkəmə quruculuğudur, cinayət məcəlləridir. Bunlar keçir hara? Respublikamızın öz ixtiyarına, 2-ci Respublikanın ixtiyarına keçir. Bundan başqa dedik ki, bu bəraət almalar da Stalin dövründə kimsə repressiyaya məruz qalmışdı. Onlar nə edəcək? Bəraət alacaqdı. Vətən xaini, xalq düşməni olanlar bəraət alırlar. Bunun dövründə yeni konstitusiya qəbul edilir 1956-da. İmamın dövründə. Yeni konstitusiya, bəli, konstitusiya qəbul edilir və burada da Azərbaycan dilinin belə deyək də, Azərbaycan dili Azərbaycanlıların dili elan olunur da. Elan olunur deyəndə həmin konstitusiyaya salınmış maddə idi burada. Amma Heydər Əliyevin hakimiyyəti dövründə həmin bu maddə saxlanılır. Yəni İmamın dövründə əlavə edilir konstitusiya, amma Heydər Əliyevin dövründə isə həmin maddə konstitusiyada saxlanılır. Demək, İmamın dövründə konstitusiya qəbul edilmir. Sadəcə 37 konstitusiyasına nə edilir? Əlavə edilir.
Əlavə edilir, Azərbaycan bəli, dilinin əlavə dövlət dili edilir. Heydər olması Əliyevin haqqında. hakimiyyəti dövründə də həmin maddə saxlanılır. Bəli, Azərbaycanda konstitusiyalar deyəndə SSR-də 1.21-dir, 1921. 1.1937, bir də 1978. Bəli, 78. Bəli. Yəni İmamın dövründə yoxdur, Heydərin dövründə amma var idi. Telestudiya da deyirik bunun dövründə, düzdür? Bəli, 56, bəli. Aha, 56-da. Bəs 26-da 1926 Azərbaycan SSR-də fəaliyyətə başlayanlar nə idi? O radio stansiyaydı. Teleradyo. Radio, bir də kino. Bəli. Bir də demişdik, İmam Bakını Moskva birbaşa tabe eləmək istəyirdi özünə. Amma onun qarşısını necə alır? Bakını Moskvaya tabe etmə planını pozur. Nə ilə? Hansı tədbirlə? O belə deyək də rayonlardan əhali gətirilir. Ümumiyyətlə o pasportlaşdırmadan sonra əhalinin sayı necə deyək, Bakıda artır və bununla da deyil, beynəlmiləl şəhərə çevrilmə planları boşa çıxır. Bəli, yəni Bakıda çoxmillətli şəhər idi. Biz bilirik ki, 20-ci əsrin sonlarından artıq çoxmillətli şəhərə çevrilmişdi Bakı. Daha doğrusu 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində. Bu da Moskva da bunu əsas gətirib deyir ki, birbaşa ilə tabe edilsin Moskvaya da bu. Bu da onun qarşısını almaq üçün, yəni Bakının əhalisini Azərbaycanlıların xeyrinə dəyişmək üçün Bakının ətraf rayonlarını da birləşdirir Bakıya ilə. Həmçinin kənddən şəhərə gətirir əhalini. Bunda bir neçə sənaye sahələri, sənaye obyektləri tikir. Əhalinin kənddən şəhərə gəlməsini təmin edir və bu da artıq bu tədbirlərin nəticəsində Bakıda olan əhalinin Azərbaycanlıların sayı qeyri-millətlərə nisbətən artıq üstünlük təşkil edir. Bu plan da pozulur. Bu oxşar cəhətdir Türkiyə ilə. 20-ci əsrin ortalarında da 50-60-cı illərində də Türkiyədə əhalinin kənddən şəhərə axını var. Azərbaycanda da 20-ci əsrin 50-60-cı illərində əhalinin kənddən axırı sürətli şəkildə baş vermişdir. Bu Türkiyə ilə Azərbaycan üçün oxşar cəhətdir. Fəridə müəllimə. Buyurun müəllim, sağ ol. Vəli Axundovun dövrü 59-69 deyirik. Bunun dövrünə nə deyirik biz? Hansı hadisələr baş verib Vəli Axundovun dövründə? Deməli, Milli Azərbaycan qərargahı yaradıldı 1962-də. Başçısı Oqtay Rəfili, onun müavini isə Xudu Məmmədov idi. Yaradılmasında məqsəd bir milli oyanışı, deməli, oyanışa səbəb olmaq idi. Deyir ki, bir də büdcə məsələləri Moskvada yox, Bakıda həll olunsun. Bir də mühüm rəhbər vəzifələrə biz Azərbaycanlılar təşkil olunsun. Sonra 1967-də Bakı metropoliteni istismara verildi 6 stansiya ilə. Sonra həmin ildə 1967-də Şıxali Qurbanovun sayəsi nəticəsində Novruz bayramı Bahar bayramı adı ilə rəsmi qeyd olunmağa başladı. 1966-cı ildə Heydər Babaya salam poeması Bakıda çap olunmuşdu. Bir də 1938-ci ildə qərar qəbul olunmuşdu ki, sərhəd rayonlarında 2000 hektar ərazi verilsin ermənilərə, amma bunu 1969-da bunun qərar qəbul edirlər ki, verilsin, təsdiq edirlər də, belə deyim bu qərarı. Amma bunu Heydər Əliyev imkan vermir. Aha. Maqı dedi, yaradıldı 1960. Ərazi iddiaları yenə var idi da. Ərazi iddiaları bunun da dövründə var idi, bəli. Maqın yaradılmasında məqsəd deyilir ki, Azərbaycanlıları əsas vəzifələrə gətirmək, bir də respublikanın büdcəsini elə respublikada həll etmək. Yəni milli oyanış bir də yaratmaq. 1962-də Avropada hansı böhranlar baş vermişdi? Daha doğrusu Amerikada, həmçinin hansı ərazi müstəqilliyi əldə etmişdi? Ümumiyyətlə 1962-də hansı hadisələr baş verib? 62-də? Bəli, 1962-də. Kuba böhranı 62-də idimi? 59-62-də, hə, Fidel Castro tərəfindən elə. Sonra 1962-də hansı ərazi müstəqilliyi əldə etmişdi? Necə mənim? 1962-də hansı Afrika ölkəsi müstəqilliyi əldə etmişdi? Afrikada hansı ərazi müstəqilliyi əldə etmişdi? Deməli, Əlcəzair idi, Evian sazişi ilə. Ondan əvvəl Mərakeşdə eləmişdi. Yox, Ekvador xəttində olan ərazilər, Mərakeş yox. Aha, bəli. Ekvator, Qərbi Avropa müstəmləkələri, Qərbi Afrika müstəmləkələri. Gələk elə Heydər Əliyevin dövrünə. 69-da isə dedi Heydər Əliyev gələcəkdi.
və Heydər Əliyevin birinci rəhbərliyi dövrü başlayacaq Azərbaycan SSR. Ümumiyyətlə Respublikaya birinci rəhbərliyi dövrü deyəndə elə buradan başlayır. 69-82. İkinci rəhbərlik deyilsə ikinci prezidentlik dövrü 93-2003. Bu gəlib ilk dəfə nələrə son qoyacaq, hansı tədbirlər görəcək Heydər Əliyev? Deməli, ilk olaraq bəs bu 1978-də məsələn deyə bilərik ki, konstitusiya qəbul olunanda Azərbaycan dilinin dövlət dili olmasının yenə də elə bil saxlanmasına şərait yaratdı. 1971-də Bakıda Cəmşid Naxçıvanski adına hərbi orta məktəb yaradılmışdı. Sonra burada Bakı şəhəri Lenin ordenindən təltif olunmuşdu 1978-də. 1977-ci ildə Nizami Gəncəvinin irsinin yenidən araşdırılmasına başlanılmışdı. Sonra onun dövründə bir də 1982-də bəs Hüseyn Cavidin nəşi gətirilmişdi Sibirdən, Naxçıvanda dəfn olunmuşdu. Həmçinin Naxçıvanda ev muzeyi də yaradılmışdı onun. 1970-80-ci illərdə məsələn Şuşada Bülbülün ev muzeyi idi. Həmçinin Səməd Vurğunun, Cəfər Cabbarlının, bir də ki Üzeyir Hacıbəylinin isə Bakıda ev muzeyləri yaradılmışdı. Natəvana heykəl qoyuldu. Bir də bu dövrdə bəs ermənilər deyirdi ki, Kəlbəcər yaxşı deyil də, yəni torpaqları deyir onun gəlin belə yaylaq kimi respublikalar arasında, amma buna icazə vermir. Elə orada yazılır ki, bəs 1977-ci ildən abadlaşdırılmasına başlayır da ki, bəs yaxşılaşdırılsın. Yəni Kəlbəcərin inkişafına dair plan tərtib edilir 1977-də. Bu da Kəlbəcərin o mərkəzin verdiyi qərara nə idi? Etiraz idi. Yəni o artıq o planlar baş tutmur. 1975-də məişət kondisionerləri zavodu açılmışdı ki, bu SSR-də ən böyük hesab olunurdu. Bir də elektrik sayəsində, flaqman hesab olunurdu da. 1971-ci ildə bəs Kürd suyu çəkilməyə başlanılmışdı. 1979-cu ildə isə Ağdam-Xankəndi dəmir yolunu başa çatdırıldı. Bu dövrdə deməli əkinçilik sahəsində də birinci yerdə üzümçülük dururdu, ikinci yerdə barama, dördüncü yerdə isə pambıqçılıq sahələri bəs sıralanmışdı. Başqa Şuşa şəhəri də kurort səviyyəli yox, ümumİttifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. Bunun dövründə. Molla Pənah. Bir də Şuşada da 1980-ci ilin əvvəllərində bəs Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimi keçirilmişdi. Demək Heydər Əliyevin dövründə biz deyirik ki, üzümə görə birinci, düzdür, SSR-də. Bəli. Baramaya görə ikinci, pambığa görə isə dördüncüyü. Dedik 1971-də Kürdən Bakıya su kəməri çəkildi. Birdən 1971-də hərbi məktəb açılacaq. Cəmşid Naxçıvanski adına 1971-də. Bir də dedik ki, bunun dövründə bu korrupsiyadır, rüşvətxorluqdur. Bu hallar artıq aradan qaldırılması yolunda tədbirlər həyata keçirilir. Məhkəmə məcəllələri isə Respublikanın ixtiyarına keçməsi o kimin dövründə idi? O İmam Mustafayevin. İmam Mustafayevin dövründə idi. Bu hansı kəmərin artıq çəkilməsi ilə Sibir nefti artıq Bakıya axmağa başlayır? Bakı quruluşu 1982-də. Bu düşür Heydər Əliyevin dövrünə. Yox, bu artıq Kamran Bağırovun dövrüdür, 82-88. Kamran Bağırovun dövrüdür, 83-də. Bəs bu 20-ci əsrin 60-cı illərindən Azərbaycanda neft sənayesinin aşağı düşməsinin, neft hasilatının aşağı düşməsinin səbəbləri nə idi? 1960-cı illər. Bax 20-ci əsrin orada deyir ki, Fuad soyadı yadımdan çıxdı. Orada Sibirin elə bil yeni neft yataqları kəşf olunmuşdu. Bəs bu da elə bil bizə mənfi təsir göstərmişdi də. Demək 20-ci əsrin 60-cı illərində biz neft hasilatının bizdə aşağı düşməsinin səbəbləri var idi. Fərman, Fuad nə idi? Biz deyirik ki, artıq Qərbi Sibirdə yeni neft yataqları aşkar edilmişdi. Oradan daha ucuz çıxarılırdı neft. Plus da ki, bizdə o qədər də artıq lazımi vəsait ayrılmırdı.
Bu onun mənfi aşağı düşməsinin səbəbləri idi. Bu 20-ci əsrin 60-cı illəri idi. Bəs 19-cu əsrin 60-cı illərində Azərbaycanın neft hasilatının inkişaf etməsinin səbəbləri nə idi? İnkişaf etməsinin Bəli, 19-cu əsrin 60-cı illərində. İnkişaf etməsinin səbəbi həm ucuz işçi qüvvəsi var idi bizdə, həm 1864-də icbari əməklə ləğv olunmuşdu. Ağ neftə olan tələbat da, yəni buna səbəb gətirdi. Çünki SSR-də ağ neft yox idi. Əvvəldə birinci abuşdan alınırdı, çünki bizdə yollar yaxşı deyildi ona görə. Bəli, həmçinin neftdən sənaye miqyasında inkişaf daha da genişləndirilmişdi. Ucuz işçi qüvvəsi bizdə çox idi. Rusiyanın özündə neft yataqları artıq aşkar idi. Baxın, 19-un 60-cı illərində Rusiyanın özündə neft yataqları aşkar edilmirdi. 20-ci əsrin 60-cı illərində Sibirdə yeni neft yataqları aşkar edilmişdi deyə Azərbaycan zəifləmişdi. Azərbaycan neftinə tələbat o qədər də yox idi. Fərman Salmanov tərəfindən. Həmçinin Rusiyanın özündə ağ neftə olan tələbat nə etmişdi? Artmışdı. Bu biz demişdik ki 1859-da Suraxanıda nə fəaliyyətə başlamışdı Rus kapitalistlərinə məxsus? Elə yadımdan çıxdı müəllim adı. Hələ Mendeleyev də gəlib onu düzəltmişdi. Mendeleyev bizə gəlmişdi, o Cavad Məlikovun ağ neft zavoduna. 1950-də ağ neft zavodu. Nə idi 1959-da açılan Rus kapitalistləri tərəfindən? Səkinə müəllimə. Ağ neft deyildi. Müəllim, mən burada dinləyəcəyəm, amma cavab verə bilərəm. Verin. Məişət kondisionerləri zavodu. Deyirəm nəsə kondisioner var idi. 1859 kondisioner nədir? Məişət kondisionerləri zavodu 1975-dir. Bu amma dediyiniz 1859 Suraxanıda olanı soruşursunuz yəqin. Bəli. Bəli, aha. Ağ neft zavodu idi o? Bəli, ağ neft zavodu idi. Bir də 1863-cü ildə Cavad Məlikov tərəfindən özümüzün yerli kapital tərəfindən açılan var idi. Aha. Orada da soyuducu sistemlərdən deməli istifadə olunmuşdu. İstəyirəm. Hə, Fəridə müəllimə. Bəs bu Ağdam Xankəndi dedik 1979-da başa çatdırıldı. Cavab ağ neft zavodu oldu. Bəli. Mən onu dedim də mən. Bəs bu 79-da dedik ki, başqa hansı hadisə baş verdi? Bir İranda, bir də Avropada. İkisində də Avropada 1979-da deməli İranda nə baş verdi? İranda çox şey. Məsəl üçün aprel ayında İran İslam Respublikası yaradılmışdı. Yəni İran İslam Respublikası elan edilmişdi. İranın konstitusiyası qəbul edilmişdi. Sonra hələ burada deyir ki, şəriətmədar tərəfindən Azərbaycan İslam Respublikası da hələ yaradıldığı elan olunmuşdu. Sonra belə. Prosta orada Pakistanı bilirəm. Pakistanda da elə bil eyni ildə Pakistan İslam Respublikası yaradılmışdı 1979-da. Bəs 79-da dedik Əfqanistana da qoşun yetmişdi, düzdür SSR? Burada elə bir mülayimləşmə başlamışdı əslində, amma onun pozur elə 79-da həmçinin deyirik ki, baş nazir var idi, bir dənə baş nazir, o da hakimiyyətə gəlmişdi. Hansı idi? Margaret Thatcher. Aha, o da 79-da hakimiyyətə gəlmişdi. İnci müəllimə. Bəli, müəllim. Dedik bu Bakı Qroznu düşdü Kamran Bağırovun dövrünə. Bu dərin özürlər zavodu var. O da Bağırovun dövrünə düşürmü? Bəli, müəllim 1986-cı ildə Kamran Bağırov 400 min dollar deyəsən başa gəlir həmin zavod. SSR xəzinəsindən ayrır. 86-da dəmir yolu da var bir dənə. O hansı idi? Yevlax-Balakənd dəmir yolu xəttidir. O da Azərbaycanın şimal-şərqi birləşir Tiflis dəmir yolu xəttinə. Şimal-qərbi artıq Bakı-Tiflis dəmir yolu xəttinə birləşdirilirdi. Bakı-Tiflis dəmir yolu xətti nə vaxt inşa edilmişdi? Necə müəllim işdir? Bakı-Tiflis dəmir yolu xətti nə vaxt inşa edilmişdi? 1983-cü il. Aha. Bəs Bakı-Tiflis-Ceyhan neft kəməri nə vaxt fəaliyyətə başlamışdı? 2006-da fəaliyyətə başlayıb, 99-da da müqaviləsi imzalanır. Hansı ölkədə? Biri Heydər Əliyev İstanbulda. Biri Heydər Əliyev, biri İlham Əliyevin birinci hakimiyyəti, biri ikinci hakimiyyəti, biri birinci hakimiyyət.
Yəni belə deyək də, müqavilələr Heydər düşür Əliyevin Heydər ikinci Əliyevə. hakimiyyəti, İlham Əliyevin birinci hakimiyyəti. Müqavilələr düşür Heydər Əliyevin ikinci prezidentliyindən, fəaliyyətə başlamaları düşür İlham Əliyevin birinci prezidentliyi dövrünə. Demək, Sibir nefti Bakıya axmağa başladı. Bakı Qrozno ilə 83, Azərbaycan şimal-qərbi birləşdirildi. Nədir Bakı Tiflis ilə, bu Yevlax-Balakən dəmir yol xəttinin çəkilməsi ilə. Bu üzümçülük nə vaxt məhv edildi? 1985-ci ildə alkoqol, əslində ermənilər bunu qəbul edə bilmir Azərbaycanın yüksəlişini. Ona görə 85-ci ildə alkoqolizmə qarşı mübarizə adı altında 90-cı ilə qədər üzüm sahələrin hamısı məhv edilir. Aha. Bu SSR bu dövrdə vəziyyəti gərgin idi. Bu Qarbaçov da gəldi dedik 80 neçədə? 5-də düzdür, 85-91-də. Hansı tədbirlər həyata keçirəcək? Hansı siyasətdən istifadə edirdi o? Müəllim 1987-ci ildə yenidən qurma islahatlarını keçirir. Deyir ki, hüquqi dövlət qurulsun, müxtəlif sənəd sahələrinə yönəlsin, rüşvətxorluğun qarşısı alınsın, bir də korporasiyalar yaradılsın. Əslində bu da onun inkişafını yox da ən çox da sürətləndirir. Bir də yox, deyir hakimiyyətin bölünməsi prinsipini istəyir, hüquqi dövlətin yaranmasını istəyir, müxtəlif sənəd sahələrinin inkişafı, bir də korporasiyaların inkişafını istəyir olsun özü yenidən qurmasında, amma o da aparır yenidən elə bir ki iflasını sürətləndirir. Bəli, onun əslində çıxartmaq istəyirdi vəziyyətdən SSR-in, amma çıxarda bilmədi. SSR-in elə birbaşa dağılmasında da rol oynadı o Qarabağ münaqişəsi. Bəli. Qarabağ münaqişəsinə gətirib çıxarır. SSR tarixində ilk dəfə Xalq Deputatlar Sovetinə alternativ seçkilər nə vaxt keçiriləcək? 1989-cu ildə. Aha. Gələk Cənubi Azərbaycan məsələsinə. Bu demək, ümumiyyətlə bu Cənubi Azərbaycanda hələ milli vəhdət deyirik biz. O qeyri-farslara qarşı, qeyri-fars millətlərə qarşı nədir bu? Məhdudlaşdırma siyasəti də. Bu hələ demişdik Rıza Şahın dövründə var idimi 20-30-cu illərdə? Bəli. Elə həmin vaxtdan başlayır. Onun dövründən. O Azərbaycanlıların türk dilində qəzetlərin nəşr edilməsidir, qəzet jurnalların, kitabların nəşridir. O hələ 20-30-cu illərdə var idi Rıza Şahın dövründə. Həmin bu 67-də elin onun oğlu Məhəmməd Rızanın da dövründə nə edirdi? Davam eləyirdi bu. Davam edirdi. Mədəni inqilab deyirik. Daha doğrusu Ağ inqilab. Hələ mədəni inqilab da İranda olacaqdı. Ağ inqilab islahatları dedik 1962-də keçirilir. Düzdür? Bəli, torpaq paylanılır. O da qərb yönümlüyə açır yolu. Yəni ən çox da Cənubi Azərbaycanda olur. Oradan başlayır. Çünki orada ən çox belə deyək, ixtilaflar ən çox oradaydı, bu ərazidə idi. Aha, Ağ inqilab islahatları. Dedik nəyə qarşı idi bu Ağ inqilab islahatları? Nəyə görə keçirilmişdi? Bu əhali narazı idi. Nədən narazı idi ki, bunu keçirdi Şah hökuməti? İkinci Dünya müharibəsindən sonra onlardan ümumiyyətlə iqtisadi vəziyyət çox ağır idi. Çünki müharibə ingilislərlə ruslar həmin ərazidə idi. Ümumiyyətlə baş verəcək çıxışları, üsyanları yatırmaq istəyirdilər. Sosial gərginliyə yaratmaq istəyirdilər. İngilislərin neft sənayesində hegemonluğu var idi, ona qarşı idi. Ümumiyyətlə həm xarici sənayeyə qarşı idi, həm də elə şahın özünün tədbirlərinə qarşı, şah hökumətinə qarşı idi. Bu dedik əhalinin də bu narazılığın qarşısını almaq üçün Ağ inqilab islahatları 1962-də keçirəcək. Aqrar sahədə deyirik ki, artıq nə edəcək? Kəndli dövlət və sahibkardan satın ala biləcəkdi torpağı, düzdür? Bəli. Və bunun nəticəsində deyirik ki, kəndlərin 80% torpaq sahibinə çevrilir. Amma fermer təsərrüfatını yarada bilirlərmi? Xeyr, müəllim, yarada bilirlər. Və nəticədə deyir ki, neft sənayesində ingilis inhisarına nə edir? Son qoyulacaqdır. Artıq belə deyək də, ingilislərin neft sənayesində inhisarına son qoyulur. Həmin artıq o neft nə edir artıq? Milliləşdirməsi yolunda tədbirlər həyata keçirilir. Bəli. Ümumilikdə götürsək, Ağ inqilab islahatları nəticəsində ölkənin inkişafı getdi, sürətləndi. Amma inkişaf nədir? Bir tərəfli gedəcəkdi. Həmçinin ölkədə qərb həyat tərzinin yayılmasına yol açılacaqdı. Osmanlıda bu qərb həyat tərzi nə vaxt daxil oldu? Qərb yönümlü geyimlərə keçildi. Birinci Mahmudla, müəllim 1808-1839. Yox, birinci Mahmud, ikinci Mahmud da hakimiyyət illərini yox, ikinci Mahmud 1808-1839. Orada islahatlar keçirir, Yeniçərini də ləğv eləyir. Hərbi korpusu yaradır, o yol açır. Geyimlərinə düzən verilir. Demək, assimilyasiyada bilirsiniz də yəqin ki, bu xalqların mədəniyyəti məhv edilməsidir. Bu gələk inqilaba. Bu dedik, bu 41-46-da inqilab 3 mərhələdən ibarətdir. Burada da 3 mərhələsi olacaq inqilabın əsas. Bu birinci mərhələ deyirik ki,
Təbrizdə başlayacaq yenə. Bəli. Nəyə qarşıdır Təbrizdə bu birinci? Kimlər başlayacaq bu inqilaba? Təbrizdə müəllim, əslində 11-ci sinif ümumi tarixində yazır ki, İranda Qum şəhərində olur, onlara qarşı silahlı üsyanlar olur. Ondan sonra Təbrizdə başlayır, Qum şəhərində olan insanlara güllə atıldığına görə. Həm də onların elə bil ki, o üsyanların 40-ı çıxan günündə monarxiyanın tam ləğv edilməsi ilə nümayiş başlayır. Demək, məsələ belədir də burada. Bu birinci mərhələ başlayacaqdır. Təbriz Universitetinin tələbələrinin çıxışı ilə 77 düzdür dekabrında. Daha sonra isə Qum şəhərində genişlənəcəkdir. 78-in yanvarında Qum şəhərində hansı çıxışda nələr tələb olunacaq? Əsas monarxiyanın ləğv edilməsi tələbi var idi. Sonra konstitusiyanın qaydalarına riayət olunması idi. Bir də şahlığın devrilməsi. Aha. İndi bu Qum şəhərindəki çıxışı hökumət yatıracaq 78-də, düzdürmü? Yanvarda. Polislə yatırırlar. Onların 40-ı çıxan günündə müəllim Təbrizdə üsyan başlayır. Həmin o Qum şəhərində həlak olanların 40-cı günü isə deyirik 78 fevralın 18-də 29 bəhmən üsyanı başlayacaqdı. Bəli. Burada da necə başlayır? Din başçılarının əhaliyə müraciəti ilə başlayırdı. Həmin bu üsyan. Baxın, din xadimlərinin olması bu birinci mərhələdə var, ikinci mərhələdə. Amma din xadimlərinin əsas rol oynaması, din xadiminin üsyana başçılıq etməsi bu artıq ikinci mərhələdədir. Yəni ikinci mərhələdə din xadimləri üsyanı idarə edir. Məsələn, deyirik Fransada olan kim idi? Üsyanı başçılarından biri idi ikinci mərhələdə. Xomeyni. Ayətullah Xomeyni idi. Ayətullah Xomeyni. Mənim, amma 11 sənə ümumi tarixdə yazılır ki, şəriət mədarinin çıxışından başlayır 29 bəhmən üsyanı. Şəriət mədarinin çıxışı ilə o deyir, dini olaraq o çağırır üsyana səbəb, o deyir çağırır üsyançıları. Yəni onun çağırışından sonra üsyan başlayır. Onun isə ümumi var deyə bilərik onu. Çünki bu elə ikinci mərhələnin əsas üsyanı rəhbərlərindən biri də şəriət mədarı olmuşdu. Bir də müvəqqəti hökumətin başçısı Mehdi Bəzərqan. Doğrudur. 29 bəhmən üsyanında zor gücü ilə yatırılacaq, düzdürmü? Bəli. Həmçinin bu üsyanda yatır, amma mən bu üsyanı ilk müjdəçisi kimi götürüb, bir də Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq çıxışı kimi götürüb. 78-79 inqilabı, bu 29 bəhmən üsyanı. İlk İran inqilabının ilk müjdəçisi, bir də Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq çıxışı idi. Həmin bu 29 bəhmən üsyanı. İndi bir 29 bəhmən üsyanıdır, Qum şəhərindəki çıxışdır. Bu düşdü inqilabın birinci mərhələsinə, düzdür? Bəli. İndi ikinci mərhələ başlayacaq 78-in sentyabrından. Elə əslində 41-46 Pişəvəridə də ikinci mərhələ 45-in sentyabrından başlayırdı ADP-nin yaradılmasına. Bəli, 46-cının 12 dekabrına qədər. Aha, burada da 45-in elə, daha doğrusu 78 sentyabrdan ikinci mərhələ başlayacaqdı. Dedik, burada din xadimləri daha böyük rola malik olacaq. Bəli. Elə üsyan rəhbərlərindən biri də bu idarə eləyirdi xaricdən Ayətullah, dedik Xomeyni idi. Bu ikinci mərhələdə isə dedik ki, qanuni cümə günü olacaq sentyabrın 8-də. Bəli, mənim 1978-ci sentyabrın 8-də demək nümayişçilərin hamısını gülləbaran edirlər. Şaha qarşı qəzəbi daha da artırır. Amma deyir ki, burada hərəkətə neft sənayesinin fəhlələri də qoşulur, tətilçilər də. Deyir ki, gizli polis ləğv olunsun, bir də demokratikləşmə olsun. Amma ikinci mərhələdə deyirik ki, o gizli polisin ləğv edilməsidir, həmçinin demokratləşmə tələbinin irəli sürülməsidir, qanuni cümə günü hadisəsinin baş verməsidir. Bunlar ikinci mərhələdir. İkinci mərhələndə ümumiyyətlə inqilabın taleyini deyir, həll eləyir, neft sənayesinin fəhlələrinin həftəlik tətillərə neynəməsi, qoşulması o İran inqilabının artıq taleyini həll eləyəcəkdir. Və 79-un yanvarında da deyirik ki, artıq necə başa çatacaq inqilab? Pəhləvi sülaləsi süqut eləyir. Bir də 79-cu ilin fevralında Xomeyni gəlir Parisdən. Xomeyni gəlir Parisdən Tehrana və inqilab başa çatır. İndi inqilab başa çatdı. Bəli. Davam eləyək. Vüsalə müəllimə. Bu İran Respublikası qurulması yolunda indi bir sıra partiyalar vardı. Onlar fikir ayrılığındaydı. Məsələn, sosialist yönümlü partiya hansı idi burada? Deməli, sosialist yönümlü partiya Tudə partiyası idi.
Bir o, sonra dalınca İslam Respublikası partiyası idi. Bu elə Xomeyni'nin partiyası idi. Digəri Amerika üslublu da, yəni qərbcə yönümlü dövlət yaratmaqdan ötəri bir hərəkət yürüdən partiya idi. Bu Milli Partiya idi, səhv etmirəmsə adı nəsə elə bir şeydi. O biri isə Müsəlman Partiya, Müsəlmanlıq Partiyası idi ki, orada isə müsəlmanlığın dövlətin dindən ayrılmasını istəyirdi. Aha, demək artıq İranda monarxiyanı devriblər, respublika qurulması yolunda bir neçə partiya mübarizə aparacaq. TUDE dedik, Sosialist Partiyası idi, Sosial Respublikası yaratmaq istəyirdi. İran İslam Respublikası partiyası həmin bu Xomeyninin partiyası idi ki, o ölkənin din xadimləri tərəfindən idarə edilməsinin tərəfdarı idi. ABŞ yönümlü Milli Cəbhə idi. Müsəlman Xalq Respublikası partiyası var ki, o da dedi ki, Seyid Kazım Şəriət Mədarinin rəhbərlik eləyirdi. Dedik, burada qalib gələcəyi elə bu Xomeyninin partiyası. O dini idarə, din xadimləri tərəfindən idarə edilməsini nəzərdə tutan İranın. Bir də burada bu Müsəlman Xalq Respublikası partiyası var ki, onun digər partiyalardan, o İslam Respublikası partiyasından fərqi dediyi o idi ki, dinin siyasətdən ayrı tutulmasını istəyirdi və milli etnik azlıqlara hüquqların verilməsini tələb eləyirdi bu da. 79-un aprelində də o xalq rəy verməsi nəticəsində elə bir Xomeyninin partiyası qalib gəlir və İran İslam Respublikası yaranır. Aha, 79-un aprelində yaradıldı bu İslam Respublikası. Evet. Konstitusiya nə vaxt qəbul ediləcək İranda? 1980-ci ildə. Elə 79-un dekabrında. O parlament seçkiləri idi, fikrim getdi. 79-un dekabrında konstitusiya qəbul edilir. Elə burada da ruhanilərin hakimiyyəti mütləq hakimiyyət bərqərar olunurdu. Yəni ki, heç bir formada ayrı bir hakimiyyətə verilmir. Aha. Bu İranın konstitusiyasında qeyri-fars millətlərin hüquqları qalırdı mı, yoxsa ləğv edilirdi? Əvvəl var idi. Deyirdi ki, yəni öz ana dilində təhsil almaq, milli mənəvi mədəni dəyərləri inkişaf etdirmək hüquqları verilirdi. Amma bu formal idi, düzdürmü? Və sonra isə o yəni heç bir formada tətbiq edilmədi, xüsusən də Cənubi Azərbaycan xalqı üçün. Tətbiq edilməyəcək, bəli. Bəs bu elə dedik ki, sonuncu üsyan da var ki, İranda, sonuncu üsyan. Bu üsyan da elə bu konstitusiyanın maddələrinə qarşı baş verəcək, düzdürmü? 110-cu maddəsinə qarşı. O şəriət mədairəyə dəstək olmaq məqsədi iləndir. O əvvəldən də elə üsyanın bir qollarından biri idi. O rəhbər kimi gedirdi. O ana dili mövzusuna aid üsyan qaldırır. Xalq da 1979-cu dekabrında onunla bərabər qoşulur. Azərbaycan İslam Respublikası elan edilir. Amma deyir orada ən böyük günah elə şəriət mədairinin idi ki, özünün o nüfuzundan istifadə edə bilmir. Ona görə də üsyan yatırılır. Geri addım atır və bununla da artıq məğlub olur. Bu inqilab dövründə demək İranda, Tehranda Azərbaycan yazıçılar və şairlər cəmiyyəti var idi, düzdürmü? Aha. Bunun proqramı var idi. O proqramda nə irəli sürülmüşdü? Azərbaycan dilinin dövlət dili elan edilsin, bir də rəsmən tanınsın, məktəblərdə Azərbaycan dili təhsili keçirilsin, kitablar və s. hamısı Azərbaycan dilində tətbiq edilsin. Bir də Təbrizdə 2 dilli məktəblər yaranmalı idi, yoxsa Tehranda? Yox, Təbrizdə. Yoxsa Tehranda. Tehrandaydı. Tehranda 2 dilli məktəblər yaradılmalı idi. Gələk 1980-ci il İran tarixinə. Dedik 80-də İranda prezident seçkiləri keçiriləcək ilk dəfə. Düzdür? Yanvarında prezident, mart ayında parlament seçkiləri keçirilir, avqustunda yeni hökumət yaradılır. Yeni hökumətin tərkibi təşkil edilir. Dedik 1979-da İranda konstitusiya qəbul edildi, 80-də isə prezident seçkiləri keçirildi. Bəs ABC-da ilk dəfə konstitusiya nə vaxt qəbul edilir, prezident seçkiləri nə vaxt keçirilmişdi? Deməli, ilk konstitusiya 1770 ilk prezident seçkiləri 89 idi. Ondan 2 il əvvəl də konstitusiyadır. 87. 87-də də konstitusiyası qəbul edilirdi. Bu şanlı inqilab harda olmuşdu? İngiltərədə. Aha, 1688-də. Nəticədə deyir ki, icraedici parlamentli monarxiya yaradılır. Stuartların hakimiyyəti başa çatırdı. Şanlı inqilab oldu İngiltərədə, ağ inqilab oldu
İranda. Bir də mədəni inqilab məsələsi var. Bu bir Çində olacaqdı, bir də İranın özündə də olacaq, düzdür? Bəli. 80-ci illərdə. Nəyə qarşı idi bu mədəni inqilab? O deyir gizli fəaliyyət nə var, gizli fəaliyyət göstərən nə var idisə, güya ki, o elə bir formaya gətirirdilər ki, bu mədəni inqilabda güya o xalq üçün bir ziyanlıq verir. Bunlar tutub damğalayırdılar da, hansı ki, ən çox da bu Cənubi Azərbaycanla bağlı idi. Aha, Mövcud quruluşa qarşı güya zidd bir hərəkət Bəli. edirdilər də. doğrudur. Onların Elə Çində də 66-76-da elə bu mədəni inqilab din şeylərə qarşı da daha çox ziyalılara qarşı həyata keçirilmişdi 66-76-da. Bəs aqrar islah keçirilmişdimi İranda? 1981-ci ildə qərar qəbul edilir, torpaqlar kəndlərə verilir. Amma verə bilmir. Çünki torpaqların ən böyük hissəsi mülkədarların, ruhanilərin, deputatların əlində olduğu üçün onlar ona qarşı çıxır. O da yəni onlarla arasında münasibətləri pozmamaqdan ötəri aqrar islahat keçirə bilmir. Dedi İranda parlament seçkiləri nə vaxt seçildi? Parlament seçkiləri 1980-də, Azərbaycanda ilk dəfə nə vaxt keçirilmişdi? 95-də. 95-də. İkinci dəfə isə 2000-ci ildə. 2000-də, 2000-ci. 98-də nə məhkəməsi yaradılırdı Azərbaycanda? Konstitusiya məhkəməsi, Konstitusiya. məhkəmə islahatı keçirildi. Türkiyədə nə vaxt yaradılırdı Konstitusiya məhkəməsi? Türkiyədə Bəli. 60-da o hərbi çevrilişdən sonra 61-ci ildə konstitusiya ləğv edilir. Ondan sonra konstitusiya məhkəməsi yaradılır. Bu 79-da ana dilində daha bir qəzet, Azərbaycanca qəzet çıxacaqdı. O adı nə idi? Jurnal daha doğrusu. Cənubi Azərbaycanda isə Cavad Həyətin başçılığı ilə Varlıq jurnalı. Azərbaycanca bəli çıxdı. Demək Xiyabaninin dövründə çıxan qəzet 1917-də hansı idi? Təcəddüd. Fars dilində idi. 1945-də Pişəvərin dövründə çıxan Azərbaycan qəzeti Azərbaycan dilində idi. Bu 79-da olan Varlıq jurnalda Cavad Həyətin nəşr etdiyi. O da Azərbaycan dilində idi. Bu 84-də 1984-də təhsilin islamlaşdırılması haqqında konsepsiya qəbul edilir. Orada nə? Bu Ayətullah Xomeyninin başçılığı altındaydı. Deyirdi, ali və orta təhsil bütün dərsliklər məzmunu dəyişdirilir. Fars yönümlüyə gedilir də. Yəni hər bir şey Fars millətinin xeyrinə həll edilməli idi. Aha. Bəs bu Məsud Pezeşkiyan nə vaxt seçildi prezident? 2024-də. Onu da deyir, əsas proqramının tərkib hissəsi Azərbaycan dilinin dərsliklərinin yaradılması, məktəblərin məsələlərinin həll edilməsidir. Amma hələ ki, bugünə qədər heç bir formada o məsələ həll edilməyib. Bu qrupdan qalan müəllim var digər müzakirə edilməyən bu qrupun müəllimlərindən. Bəli, müəllim, mən qalmışam. Hə, Nigar müəllimə. Mədəniyyət hissəsi Nigar müəllimə. 8 illik təhsil dedik 59-dur, düzdür? 1859. Bəli. 10 illik isə 66. Metropoliten nə vaxt fəaliyyətə başlayırdı? 47-ci ildə 6 metro stansiya işə başlayıb. 8 noyabr stansiyasına vaxt fəaliyyətə başlayırdı metropolitenin. 8 noyabr o şeydən sonra oldu da 2023-dədir səhv eləmirəmsə. Yox, 23 yox. Vətən müharibəsindən sonra. 21-in Maya. mayında. Aha. Nə qədər oxudum yadımda qalmır mən oralar. Sonra dedik ki, burada elə bayaqları Yusuf Heydər Əliyevin dövründə demişdik. Molla Pənah Vaqifin məqbərəsinin açılışı 1980-ci illərin əvvəllərində Şuşada Heydər Əliyevin iştirakı ilə idi. Bir də bu Molla Pənah Vaqifin məqbərəsinin bərpası var. Ona vaxtı Şuşada. 2022 deyil ki, müəllim. Aha, bəli. O isə İlham Əliyevin prezidentliyi dövründədir. Neçənci prezidentliyi dövrünə düşür? O 4-cüdür də o. Bəli, 4-cü prezidentliyi dövrünə düşürdü. Sonra dedik Hüseyn Cavidin nəşrinin gətirilməsidir Sibirdən 82-dir. Bəlkə. Başqa biz deyə bilərik ki, fizika elminin inkişaf etməyə başlaması Azərbaycanda 1950-ci illərdən götürülür. Düzdürmü? Bu Mingəçevirdə arxeoloji qazıntılar aparan kim idi? Mingəçevirdə Salih Qaziyev idi. 1946-cı ildə arxeoloji ekspedisiya aparmışdı. Aha. Mingəçevirdə alanlara məxsus nə tapılmışdı?
Alanlara aid katakomba qəbirlər tapılmışdı. Bir də Qəbələdə deyirdi, düzdür? Qəbələdən. Qəbələdə də tapılmışdı. Mingəçevir bir də su elektrik stansiyası 1954-də fəaliyyətə başlayırdı. Nə idi o? Hidroelektrik su elektrik stansiyası idi o. 1954. Bu Qobustan qayası təsvirləri deyir ki, orada kim tədqiqat iş aparmışdı? İsaq Cəfərzadə. Aha. Bu Qobustan ərazisi hansı dövrlərin öyrənilməsində əsas rol oynamışdı qədim dövrdə ibtidai icmada? Mezolitdən başlayırdı Qobustan. Mezolitdə də var idi, demişdik, Neolitdə də var idi, Enolit dövrünün öyrənilməsində də Qobustanın əhəmiyyəti var idi. Məmmədəli Hüseyn isə demişdik, hansı mağaranın tədqiqat iş apardınız 1968-də? 60-da başlayırlar tədqiqə Azıq mağarası. Harda yerləşir Azıq mağarası? Füzuli yaxınlığında Xocavənd rayonu ərazisində. Bəli, Xocavənd ərazisinə düşür Azıq mağarası. Xocavənddə hansı müdafiə tikilisi yerləşirdi? Xocavənddə Amaras monastırı var. 3-7-ci əsr Albaniya abidəsi saxlanır. 3-7-ci əsr Amaras var. Bir də elə Tunç dövrünə aid müdafiə tikilisi var. Bəli. Adı nə idi onun? Xocavənddə Tunç dövrü. Nərgiz təpə. Nərgiz təpə. Nərgiz təpə. Mənim kirpi jurnalı testə düşdü. Kirpi neçənci ildir? Mən onu kitabda görmədim. Yoxsa çıxıb o? Kirpi jurnalı? Jurnaldır ya qəzetdir. Hə, testdə var idi. Ya bir qabaq-qabaqsa o görmüşəm mən onu, amma indi görmədim. İndi də adı çəkib gedir, amma il yoxdur, 70-ci ildə. 600 ildə deyib kirpi jurnalı. Neçə? 1306. 66. 6. Səsiniz qırıq-qırıq gəlir. O var təzə dərsliklərdə 66. 6 deyil, müəllim 6-dır. 1906. 6. Yəni biz keçmişik onu. Mən heç Müəllimə, xatırlamıram. siz nə deyirsiniz 1906? Kirpi jurnalının çıxmağı. Bu Nəsrəddin 1906 bilirəm. Kirpin mən bilmirəm Kirpi amma jurnalı neçənci. adı var, amma ili yoxdur. Bu 20-ci Yoxsa əsrin kirpi necə 1906 olsun? 20-ci əsrin ikinci yarısında da mədəniyyət ora aid eləyiblər ki, yazılar bu dövrdə kirpi jurnalı. Mən kirpi deyirəm, mən işte Molla Nəsrəddini deyirdim 1906. Yox, mən kirpini soruşuram. Səhv elədim. Bu dedik Bahar bayramı ilk dəfə kimin dövründə rəsmi şəkildə qeyd edilməyə başlayır? Deməli, Şıxəli Qurbanovun dövründə 67-ci ildə keçirilir. Şıxəli Qurbanov da şey idi, Nazirlər Sovetinin deputatı idi. Belə başa düşmək olar ki, yəni o katib deyildi də, yəni Azərbaycan katibi olmayıb. Birinci katib desək kimin katibliyi dövründə qeyd edilməyə başlar rəsmi şəkildə o düşür Vəli Axundovun. Amma kimin təsəbbüsü ilə deyirsə, bu Şıxəli Qurbanovdur. SSR-də bir neçə katib olubdu. Sadəcə olub birinci katib məsələsi nədir bu? Vəlidə olubdu. Yəni digər katib vəzifəsində Şıxəli Qurbanov da olub. Bəli. Bu astronom var idi. Demək, Nadir İbrahimov. Nadir İbrahimov idi. Həmin 20-ci əsrin ikinci yarısında. Bəs 12-ci əsrin görkəmli astronomu kim idi? Fazil Fəridin Şirvani idi, doğrudur. Bəs 16-cı əsrdə Marağıya göndərilən astronom kim idi? Şah İsmayıl tərəfindən. Qiyasəddin Mənsur deyil idi mənim. Qiyasəddin Mənsur idi. 13-14-cü əsrin astronomu kim idi deyə bilərik. Nəsrəddin Tusin də deyə bilərik. Deyil, o astronom idi. Maraq rəssamlığını iş etdirmişdi 13-cü əsrdə. Sonra Fazil Fəridin Şirvani o 12-ci əsr oldu, elə mənim. Fazil Fəridin Şirvani 12-dir, Nəsrəddin Tusi 13-dür. Sonra deyirik ki, biz Füzulinin 400 illiyi keçirilir. Neçənci ildə? Füzulinin 400 illiyi Füzulinin 58-ci ildə olmalıdır. 1958-dədir, bəli. Orada da iştirak edən dövlətlər var. İran, İraq, Əfqanistan, Türkiyə. Onu da yadda saxlayın. 400 illiyində iştirak edən dövlətlər. İran, İraq, Əfqanistan.
Bir də Səməd Vurğunun 50 illiyi var 1956. Bəli. 70-ci illərdə dedik Qərbi Sibirdə araşdırma aparan Azərbaycanlı kim idi? Fərman Salmanov. Fərman Salmanov idi. Bu bir Hətta də onun Sibirdə adlandırılıb, aeroportun onun səs verməklə o adına verdilər aeroportu Sibirdə. Aha. Bir də bu bayaqlar demədik 40-cı illərdə Azərbaycanlılara qarşı burada totalitar rejim gücləndirilmişdi. Ümumiyyətlə biz deyirik ki, 20-ci illərdə totalitar rejim yaradıldı. İkinci Dünya müharibəsindən sonra isə daha da gücləndirildi. Düzdürmü? Repressiyalar daha da gücləndirilirdi. Stalinin şəxsiyyətpərəstlik güclənirdi və Azərbaycanlılara qarşı repressiyalar da həyata keçirilirdi. Burada məsələn deyirdik ki, kim idi çarizmin sadiq qulu olmaqda günahlandırılırdı? O Bakıxanov idi, onun əsərləri qadağan olunmuşdu. Kitabda da Qorqud тоже olmuşdu da, yəni qadağan olma. Kazım bəy də var idi, orada qadağan olma. Çarizmin sadiq qulu kim günahlandırılırdı? Sonra Bakıxanov bəylər ağaları müdafiə etməkdə günahlandırılırdı. Dədə Qorqudun özünü dedik ki, damğalamışdılar. Sonra biz dedik ki, Türkiyə cəsusu kimi adlandırırdılar. O idi, alim idi. Bəlkə Çobanzadə idi yoxsa? Yox, adı bir cür. Dadaşzadə, hə. Məmməd Arif Dadaşzadəni, bəli, Türkiyə cəsusu kimi. Sonra dedik, burada Azərbaycanda ictimai fəlsəfi fikir tarixində əsəri var idi. O kimin idi? O Heydər Hüseynov yazmışdı. Orada Şeyx Şamil hərəkatını çarizmə qarşı, yəni bir hərəkat kimi qiymətləndirmişdi. Buna görə onu əvvəldən verilmiş premiyadan, yəni məhrum etmişlər ordendən. Ondan Stalin mükafatını geri almışlar Heydər Hüseynovdan. Heydər Hüseynov. O Şeyx Şamilin Çar Rusiyasının işğalçı siyasətinə qarşı apardığı mübarizəni dəyərləndirdiyi üçün. Kinolar kimlə müzakirə eləyək? Ən yadda qalmayan olar deməli. Yadda qalan onlardır. Yox, onlar yox, gən onlar yadda qalır. Bu axırında şeylər var ya, obyektlər, nə bilim, dövlət sirki, hava limanı, onları bir tər yadda saxlayıram, yenə yadımdan çıxır. Yəni o obyektləri elə yaxşı yadda saxlamağın yolu var. Bilmirəm, mən saxlayıram. 70-ci illər belə yadımda saxlayıram ki, Heydər Əliyevin ən çox sevdiyi bina Respublika sarayıdır. Dənizin kənarında da Azadlıq ansamblı var. Bax, o cür yadımda qalır ki, o 70-ci illər. 70-ci illəri belə yadda saxlaya bilərsiniz. Necəsə demişdi səfərsə. Bir dəqiqə, bir sözü ilə, yoxsa hətta bir sözü ilə olur, bir sözü ilə. Bakı Dəniz Vağzalı, B, İ, indiki Azadlıq meydanı, İ, bir də R Respublika sarayı. Bir sözü ilə. 70-ci illəri, bir də 80-ci illəri göy sözü ilə yadda saxlayırsınız. Gülüstan sarayı, G, Ö, örtülü idman kompleksi, Y, Yeni Zorba, göy sözü ilə. Bir də orada Əhmədli Badamdar yaşayış massivləri var, o da 80-ci illərdə. 60-cı illərdə belə yadda saxlayırsınız ki, çoxu şəhərcikdir. Akademiya şəhərci idi, sonra nə bilim, Venesiya şəhərci idi, Universitet şəhərci idi, Metropoliten onsuz da 67 bilirik. Həmçinin dövlət sirki, hava limanı, mərkəzi univermaq, bunlar oldu 60. 50-ci illər isə onun da rahat yol vardı. Televiziyanın birliyi 56-da, onsuz da 1956-da. Bir də stadiondur, Tofiq Bəhramov adına Respublika stadionu, bir də hökumət evi. Onu o gün Bəhruz müəllim deyir ki, demək, nədir bu? Hökumət evində bu işçilər getdilər stadionda, bir dəqiqə elə yox. Necə deyirdi, bu yadımdan da çıxdı, Bəhruz müəllim. Çox sağ ol müəllim, biraz axır. Bu əsas bu belə televiziya 56-dır, bir də stadionla hökumət evi də 50-ci illərdə, belə yadda saxlayın onu. Burada bir dənə məsələ var ki, müzakirə edirik Fəridə müəllimə ilə. Dedik burada əsas aktyor, daha doğrusu rəssam və heykəltaraşlardan bizə sual gələ bilər. Bəli. Rəssamlar deyirik ki, 20-ci əsrin ikinci yarısında hansılardır? Dəqiqə deyəcəm. Səttar Bəhlulzadə, Maral Rəhmanzadədir. Hətta xalçaçı rəssam var, Kamil Əliyevdir. Daha sonra digər Tokay Məmmədov,
Yox, Tokay Məmmədov üzr istəyirəm, o heykəltaraş idi. Mikail Abdullayev, Tahir Salahov, bir də Nəriman Bəyov idi. Bunlar rəssam idi. Xalçası rəssam da yenə Kamil Əliyev. Aha, demək rəssamlar Maral, Səttar, Mikaildir, Tahirdir, Toğrul Nəriman Bəyov idi. Xalçası rəssam isə Kamil Əliyev dedi. Bu heykəltaraşlar isə dedik hansılardır? Deməli, Tokay Məmmədov, Ömər Eldarov, Fuad Əbdürrəhman Bəyov idi. O hətta Gəncədə də nəsə eləmişdi. Nizaminin heykəlini. Nizami Gəncəvin heykəlini də yaratmışdı. Həbdi Cəlal Qaryağdı. Onun adı o daha çox şeyə oxşayır, muğam ustasına. Demək heykəltaraşlarda Cəlal Qaryağdı, Tokay Məmmədov, Fuad Əbdürrəhmanov dedik o Nizamin heykəlini düzəldəndi Fuad. Hətta dedik dövlət mükafatına da layiq görülmüşdü. Tokay dedik, bir də Ömər Eldarov var. Filmləri isə belə yadda saxlamaq olar ki, 70-80-ci illərin filmləri daha çox şəxs adları ilə bağlıdır. Azərbaycanın belə deyək də qədim dövrünə baxsaq bu Dədə Qorquddur, Babəkdir, Nəsimidir, İstintaqdır. Şəxs adları ilə bağlı olanlar 70-80-dədir. Axırıncı aşırımdır. Məsələ bax, bunlara baxan varsa, yəni belə deyək də baxmaqla daha yaxşı yadda saxlamaq olar. Bunlara mən baxmışam deyən adam çox qarışdırır. 70-80-i belə yadda saxlayın. 77 oğul. 70-80-dədir 7 oğul istərəm. O şəxs adları dedik ki, Nəsimi, Babək, Dədə Qorqud 70-80-dədir. Axırıncı aşırım İstintaq. Bunlar da 70-80-dədir. Baxsaq 50-ci illərə, 50-ci illər biraz gəlizdir, onu da yadda saxlamaq olar. Birinci ilə yadda saxlayarıq ki, biz demişdik ki, 1957-də Mehdi Hüseynzadəyə bir film çəkilmişdi. O 50-ci illərdədir. Hansı idi o? Uzaq sahillərdə. Sonra o olmasın, bu olsundur. Ögey anadır, Qızmar Günəş altında, Qaradaşlar, bunlar da 50-ci illərdə. Siz 70-80-i yadda saxlayın, 70-80-i. Testdə 70-80-i çıxın, 50-ci, məsələn bizdən 50-ci illəri soruşursa, 50-ci illərin filmlərin. 70-80-i də mütləq oradan verəcəklər ki, qarışdırır görün müəllim. 70-80 çıxandan sonra 50-ci illərin filmləri qalacaq, onsuz da cavabda. Onsuz da Arşın Malalandı, o birisləri də birlikdə 45-dədir. Bir dənə 70-80-dir, bir də 50-ci illər filmləridir. Yəni birini bu 50-ci illəri siz necə yadda saxlamaq olar? Bu Qaradaşlarla Qızmar Günəşi indi tutam ki çıxsa, lap onu da əlavə eləmək olar. Məsəl üçün deyir, bir məhəlləli iki oğlan uzaq sahillərdə ögey analarının seçirdilər ki, ögey anamız o olsun, yoxsa bu olsun. Nəsə belə hər özü üçün bir dənə strategiya seçib yadda saxlayır. Amma ən yaxşısı həmin bu 70-80-i əzbərləyin, testdə verəndə onda 70-80-dən 50-ciləri qarışıq verirlər. 70-80-i soruşsa daha yaxşı olar, test tapa bilərsiniz. Deyir şəxsiyyət adlarıdır. İndi 50-ci illərdə soruşsa 70-80 filmlərindən çıxırıq, 50-ci illər qalır ortalıqda. Azərbaycanda filmlər deyəndə onsuz da bir 70 burada deyirik filmləri, bir də Arşın Malalan deyirik, bir də 1916-dakı film nə idi onu deyirdik də. Hansı film idi o 1916-dakı? Bir dənə onu deyirdi, başqa filmlərə biz dərslikdə rast gəlmirik ki. Ona görə birini yadda saxlamaqla, birini əzbərləməklə digərini rahat tapmaq olur. Gəlin Qayası ekranlarına müəllim 45-i götürək, Arşın Malalanı. Dünya ekranı deyilsə bəli odur. Bir də müəllim üzr istəyirəm. Bu yüksək oktanlı benzinin bu ixtirası var ya bizdə. O dünya müharibəsi illəridir yoxsa sonradır? O dünya müharibəsi illəridir elə. Çünki o benzin kəşf edilir Yusif Məmmədəliyev tərəfindən. Elə SSR-də də o SSR deyir o donmayan benzin idi. Qışda deyir o Moskva döyüşündə qışda deyir o almanların tankları benzini donurdu yanacağı. Amma SSR-in tankları işləyirdi. Çünki donmayan benzini kəşf eləmişdi həmin o Yusif Məmmədəliyev. Elə SSR-in qələbəsində də əsas rol oynayan amillərdən biri də o idi. Donmayan benzin. Müharibə dövründədir. Sonra bu operaya gəlsək, Gəlin Qayası operası deyir kimindir? Fəridə müəllim. Deməli, Şəfiqə Axundova Gəlin Qayasıdır. Bir də o digərləri necə yadımda saxlamışam. Elə bil ildırımlı yollarla gəzən 7 gözəl. Kimə aid olduğundakı ildırımlı yollar qara olur axı, o da Qara Qarayevin adı ilə. Fikrət Əmirovdakı Sevil operası, bir də Min bir gecə baleti. Qara Qarayevi belə də ildırımlı yollarda 7 gözəl axtaranda ildırım vurdu, Qarayevi qaraltdı. Oyuncağa çevrilmiş şeydir. Bir də ilk qadın müğənnisi var. Müğənnisi.
O kim idi? Bu dövrdə ilk qadın müğənni. Azərbaycanda ilk qadın müğənni, bir də opera yazan dedik heç. Şövkət Ələkbərobanı deyirsiniz mən? İlk müğənni kim idi? Onu da yadda saxlamağın rolu var idi. Saitlərlə yadda saxlayırdıq. Şövkət Ələkbərova idi. Məmmədova deyildi. İlk qadın müğənnisi. Ələkbərova da var. Məmmədova Baxın. bilmədim. İlk qadın müğənni belə yadda saxlayın. Şövkət Məmmədova, müğənni M. Məmmədova. Şövkət Məmmədova müğənni. O Məmmədovu ilə soyadından müğənni sözünü yadda saxlayırsınız. Bir də var ilk qadın aktrisa Gövhər Qaziyeva. Gövhər Qaziyeva, Q-A, A saiti var ya, aktrisa. Qaziyeva aktrisa. İlk qadın aktrisa budur. Məmmədova isə müğənnidir, Şövkət Məmmədova. Operaya yazan isə dedik, kimdir? Bayaq dedik. İlk dəfə. Bəli. İlk dəfə Gəlin Özgür Hacıvəliyev idi 1908-də. Qadın. Hə, ilk Şəfiqə Axundova. Aha, Şəfiqə Axundovanın dedik. Gəlin qayası. Operadır, qadınlardan opera yazan. Müğənni dedik, Şövkət Məmmədova, aktrisa da Gövhər Qaziyeva idi. Gövhər Qaziyeva 20-ci əsrin birinci yarısı idi da. 20-ci əsrin əvvəlləri, bəli, birinci yarısı. Bir də operanı dedik ki, Leyli və Məcnun ilk dəfə müsəlman dünyasında 1908. Bir də bu kişilərdən deyirik, peşəkar aktyorumuz var idi. O kim idi 20-ci əsrin əvvəllərində? Hüseyn Ərəblinski idi. Peşəkar aktyordur kişilərdən. Bizdə başqa bir nə qaldı? Əsas yerləri dedik. Bir də bu 20-ci əsrin 50-ci illərində tikilən obyektlər var. O indiki Axundov kitabxanasıdır. Düzdürmü? Hökumət evidir. Onlar da 20-ci əsrin ikinci yarısında tikilmişdi. Bizim proqramda növbəti dərsimiz hansıdır? Azərbaycan tarixidir. Müstəqillikdən İlham Əliyevin seçilməsinə qədər səhv etməmizə olmalıdır. Baxın dəqiq. Hə, İlham Əliyevin seçilməsinə qədərdir. İlham Əliyevin seçilməsinə qədər. Testi müəllimlər, taimlə işləyirsinizmi? Taimdən ümumi sınaqlarda götürəcək imtahana kimi bitirməliyik. Fəridə müəllimə, ümumiyyətlə siz nə sınaqlar işləyirsiniz? Sizdən xəbərim yoxdur mənim. Mənim dünən atdığımız 18 var ya, onu işləmişdim gecə. 37 düz oldu. Amma orada sizə sual verəcəkdim. Əgər vaxtınız varsa bir dənə sualım var. Hə, deyin görək. Orada müəllim 5-ci sual idi, səhv eləmirəmsə. Onu uyğunsuz kimi götürmüsünüz ki, bəs ayaqla, deyəm baxın müəllim. Poitiya döyüşündə bəs ərəblərin Qərbi Avropaya doğru irəliləməsinin qarşısını alır Karl Martel və siz onu uyğunsuzluq kimi götürmüsünüz. Poitiya döyüşü harda baş vermişdi? Qalliya. Hansı ölkədə baş verib Poitiya döyüşü? Fransa. Fransa hansı ölkədir? Hansı Avropada yerləşir? Qərbi Avropa. Qərbi Avropada. Demək bu döyüşdə ərəblər Qərbi Avropada vuruşub, düzdür, franklarla? Bəli. Yazıb ki, nəticədə də ərəblərin Qərbi Avropaya daxil olmasının qarşısı alındı. Yəni bunlar Qərbi Avropada zaten vuruşurlar da. Daxil olublar, sadəcə ələ keçirə bilmirlər. Qərbi Avropada irəliləməsinin qarşısını aldılar. Yəni onlar onsuz da İspaniyanı tutmuşlar, Qərbi Avropada idilər. 711-dən onlar Qərbi Avropaya daxil olublar. 732-də isə franklar onların hücumlarının, yəni irəliləməsinin qarşısını aldı artıq Qərbi Avropada. Mənim suallarınızda çox incə məqamlar var. Belə sertifikasiya düşə bilər görəsən bu qədər dərindən belə. Məncə yox. Yox, çaşmışdım həmin yerdə. Nerdə mənim çaşan yerdə. O miqdə daha çox düşür. İnşallah ki düşməz. Düşsə də 4-5 dənə sual maksimum düşər, elə çox çaşdırıcı. Amma yox, düşür. Çünki məsələn nədir bu? Keçirdilər Artin sual nümunələri. Sən orada bəzi dövlətlərin yerin qarışıq verirdilər. Orada da var idi çaşdırıcı suallar. Yəni düşər, amma çox az düşər. 4-5 dənə maksimum. Daha elə 5 dənə səhv eləsəm, bəs tamam.
Yox, miqdə çox işləyəcəksiniz. Miqdə çox işləməlisiniz Fəridə müəllimə ki, o sualları daha rahat yazasınız. Kim miqdə iştirak etməyibsə, Bəhram müəllimin testlərini elə bilsin miq. Eyni forma. Motivasiyadan salmaq istəmirəm eşqimi. Eyni formadır. Yəni buna görə Bəhram müəllim testlərini kim işləyə bilirsə, miqdə də. Vüsalə müəllim, siz miqə girəcəksiniz bu il? İnşallah istəyirəm. Dəyişmək istəyirsiniz məktəbi yoxsa necə? Yox, mən kənd məktəbindəyəm. Dərs saatım çox azdır. Ayrı bir məktəbdə də işləyirəm. Ora sadəcə olaraq hər il nə ilə gedirəm də, vakansiya kimi gedirəm. Hə, bildim. İkinci iş yeri kimi. İstəyirəm, bəli.